sahabəsi var idi, İmam Hüseynin Küfədə yaşayırdı. Ayaqları şikəst idi. Eşitdim İmam Hüseyin Kərbəlaya gəlir, deyirlər ki, gecələr yol gəlir, qoymurdular, casus qoymuşdular yollara ki, getməsin cəmaat. Gecələr yol gedirdi, necə gedirdi? Ayağı şikəst adam sürünə-sürünə. Aşura gecəsi gəlib çatdıra bildi özünə. Tarixdir bu. Sürünə-sürünə yolu gəldi, Aşura gecəsi. İmam Hüseyin Əli Əkbərə baxdı, dedi, oğlum qonağımız var. Buna xüsusi diqqət elədi. Həzrət Əli Əkbərlə çıxdılar, gördülər ki, bu sürünə-sürünə Küfədən gəlib. Hansı eşqlə gəlib? İmam ona baxdı, dedi ki, sən niyə gəlmirsən? Sənin vəzifən deyil. Bir ağa xahiş edirəm, canım sənə qurban olsun, məni qovma, mənə get demə. Mən də nəsə eləyim, dedi, oturub ox ata bilərəm ki, oturdu da atdı da. Cihad hökmünə gəlməmişlər, cihad hökmü götürüldü Aşura gecəsi. Bu Hüseyin kimdir ki, aləm? Amma pərvanəsidir, divanəsidir.